Salam əziz dostlar, xoş gördük hər birinizi Qazanc Yolu kanalımızda. Bugün yenə trade edirik. Keçən videomuzda 2000 dollara çatdıq, 500 dollar çıxarış elədik, 1500 dollar balansımız var idi. Bir cüzi balansda artış olub, hardasa 120 dollar civarında. Ondan sonra yenidən əməliyyat edirik. Yəni hal-hazırda 1620 dollardan 120 dollar əməliyyata girmişik. Belə desək ki, və burada gördüyünüz kimi Fibonacci xəttimizi çəkirik. 0.5 xəttindən aşağı yöndə korreksiyamızı almışıq. Əlavə olaraq da ki, patterin baş çiyin formasiyasına uyğun olaraq hərəkət edir. Qırılma zonasından əlavə olaraq dəstək xəttimiz, ikinci dəstək xəttimiz getdi, qrafik görə bilmədim. Yəqin ki 0.628 xətti idi. Həmin xəttdən də tam qırılma təsdiqləndikdən sonra şamın aşağı getdiyini görə bilirik. Və əməliyyata girmişik. 120 dollarlıq əməliyyatımızın nəticəsini gözləyək. Görək nə əldə edə bilirik burada. Dostlar, bu arada videonu bəyənməyi, şərh bildirməyi və kanala abunə olmağı unutmayın dostlar. Hər gün və yaxud da ki 2 gündən bir artıq videolar gəlməyə başlayacaq. Ümid edirəm hər biriniz üçün xoşdur və xoş izləmələr diləyirəm sizlərə. Öyrənmək istəyənlər üçün kanalımızın daha doğrusu videoların açıqlama qismində kitabımız da var. Yaxında kursumuz da hazır olacaqdır. Əlavə olaraq sizi Telegramda, Instagramda və TikTokda görməkdən çox şad olardım. Bizi orada da izləyə bilərsiniz dostlar. Balansımız 1717 dollardır hal-hazırda və biz keçid alırıq növbəti əməliyyatımızı. Baxaq görək, növbəti əməliyyatımız harda olacaq? Burada nəyə gözləyirik? Burada qırılma üçün təsdiq nöqtəsimi gözləyirik, bilmirəm. Baxaq. 15 saniyəlik şamlar. Gözəl nöqtədir. Buradan aşağı yöndə əməliyyat açıla bilər əslində. Baxaq görək, əməliyyat açmışıqmı? Videonun bəzi yerləri çox durğun keçə bilər. Yəni, çünki videonun da qısa olduğu üçün çox da sürətləndirmək istəmədim. Dostlar, ümumiyyətlə videolar və kanal haqqında nə kimi bir fikirləriniz varsa, şərhləriniz varsa, videonun şərhində, şərhlər bölməsində bildirə bilərsiniz və bizə dəstək ola bilərsiniz dostlar. Əlavə olaraq şərh bildirməyi %100, yəni unutmayın ki, çünki artıq hər həftə konkurslar keçiriləcək və pul mükafatları olacaq. Qaliblərə pul mükafatı təqdim olunacaq dostlar. Burada yuxarı yöndə 100 dollarlıq əməliyyat açmışıq. 15 saniyəlik şamlarda 1 dəqiqə müddətinə. Burada nəyə görə əməliyyatı açmışıq? Çünki buradan kiçik bir korreksiya ala biləcəyimizi düşündüyümüz üçün sol tərəfdəki dayanmalara görə 1 dəqiqə müddətinə əməliyyat açılıb və baxaq görək bu əməliyyatımız necə nəticələnir. Kiçik bir korreksiya ilə buradan qazancımızı almaq istəyirik və alırıq da dostlar deyəsən. Alırıq, bəli. Burada da plusdayıq. Güclü bir yuxarı yöndə mən korreksiya gözləyirdim. Nədənsə kiçik oldu, amma yenə də olsun. Hal-hazırda yaxşı gedirik. Baxaq, növbəti əməliyyatımız harda və nə cür olacaq? İzləyirik dostlar. 1799 dollar hal-hazırda balansımızdır. Əlavə olaraq sizə nəyə görə deyim, burada belə desək ki, valyuta cütlərində əməliyyat açırıq. Çünki indekslərdə hal-hazırda əməliyyat limitini, yəni 5000 dollar limitini doldurduğumuz üçün indekslərdə bizim əməliyyat açmaq kimi bir vəziyyətimiz yoxdur. Hal-hazırda broker icazə vermir 5000 dollar üzərində, amma valyuta cütlərində isə hələ ki 3000 dollarlıq limitimiz olduğu üçün burada əməliyyat aça bilirik dostlar. Buradan aşağı yöndə gözəl bir əməliyyatın açılmağı mütləqdir. Çünki burada hal-hazırda trend xətti də var. Bunu 5 dəqiqəlik şamlarda bilmirəm çəkib göstərmişəm sizə yoxsa yox. 1 dəqiqəlik şamlarda hal-hazırki nöqtə trend xəttinə uyğun nöqtədir və əlavə olaraq Fibonacci xəttimizə uyğun olan da nöqtədir. 0.5 xəttindən qırılmanın təsdiqləyən bir nöqtədəyik hal-hazırda və bu nöqtədən çox gözəl bir əməliyyat dostlar. Yəni bu artıq
nöqtə atışıdır deyə bilərik bu əməliyyatların içində. Və çox gözəl bir əməliyyat açıldı. Hardasa $180 məbləğində əməliyyat açılıb burada. Və əməliyyatın nəticəsini gözləyirik. Dostlar, bu arada ekranda gördüyünüz kimi e-kitabımızı əldə etmək istəyənlər videonun açıqlamasındakı linkdən əldə edə bilərlər. Sadəcə $9.99 və qrafiklər, şamlar haqqında yetərincə məlumat əldə etmə imkanınız var bu kitabla. Baxaq görək buradakı əməliyyatın gedişatı necədir və çox gözəldir əslində. Hətta çox gözəl nöqtə atışıdır deyə bilərəm burada. Aha, əməliyyatımızın yekunlaşmağına 51 saniyəmiz var hələ ki. Və gözəl bir əməliyyat. Dostlar, əməliyyatları analiz edib açdıqdan sonra nəticələriniz bu tipdə olacaq böyük ehtimal. Çalışın brokerə baxdığınız zaman nəyisə görə bilin. Yəni necə gəldi əməliyyat açmayın. Buradakı pulunuz hər nə qədər olur olsun, onu riskə ataraq, pullarınızı riskə ataraq əməliyyat açmayın. Sadəcə qazanmaq üçün əməliyyat açın və qazanmaq üçün əməliyyat açacaqsınızsa analiz etmək məcburiyyətindəsiniz. Analiz etdikdən sonra əməliyyatları açmağınız sizin üçün daha məntiqə uyğundur və daha qazanclıdır. Buradakı əməliyyatlarımız da yekunlaşır. $1947 balansımız var. Və keçdik digər valyuta cütünə. Aha, burada artıq bizim indekslərdə limitimiz üçün olan vaxtımız dolub və burada əməliyyat aça bilirik. 93% ilə yuxarı yöndə və $600 məbləğində əməliyyat açılıb. Gözəl nöqtədir. Burada hər şey tam olaraq işləyir dostlar. Hər bir şey tam olaraq işləyir. İstədiyimiz nöqtəyə doğru şamın gedişatı, istər W hərfinin yaranmağı, istər Fibonacci xəttlərinə görə 0.5 qırılıb, 618 nöqtəsi qırılıb və əlavə olaraq bir nöqtəsinə doğru şamın gedişatı var. Yəni bütün analizlərin hamısı doğru şəkildə işləyir. Burada əməliyyatın riskli kimi görünməyinin səbəbi sadəcə olaraq əməliyyatın açıldığı vaxtı deyə bilərəm sizə. Çünki 5 dəqiqəlik şamlarda əksəriyyət vaxtı 15 dəqiqəlik əməliyyat açsaz daha rahat olarsınız deyə düşünürəm. Çünki 2 dəqiqəlik belə desək ki, əməliyyatı biz 1 dəqiqəliklərə baxıb açmışıq və 5 dəqiqəlik şamlarda bu bizim üçün təhlükəli görünür. Hal-hazırda isə əməliyyatımız plusa doğru gedir. Və izləyək görək nə baş verəcək. Gözəldir əməliyyatın nöqtəsi. Dediyim kimi sadəcə olaraq 15 dəqiqəlik şamlarla girilsəydi çox daha gözəl görünə bilərdi bu əməliyyat. Çox az qalıb. Və əməliyyatımız plusdadır dostlar. Yəqin ki bir neçə minusumuz oldu burada, bilmirəm. Amma bugünlük bizim üçün yetərlidir. Bir ədəd geri dönüşümüz var. $2465 qazancdayıq. Daha doğrusu balansımızdır. Hal-hazırki məqama qədər $1000 yaxın qazanc əldə eləmişik. Burada mən çıxarış eləmişəm, amma çıxarışı videoya almağı unutmuşam dostlar. Çox təəssüflər olsun ki, bunun üçün məni üzürlü sayarsınız. $500 çıxarış etmişik. Balans hal-hazırda gələn video üçün $2000 civarında olaraq başlayacaq. Yəqin ki, sadəcə burada çıxarış videosunu etməyi unutmuşam. Dostlar, ümumiyyətlə öyrənmək istəyirsinizsə, bacarmaq istəyirsinizsə, kanaldakı videoları izləyə bilərsiniz. Çeşitli YouTuberlərin videolarını izləyə bilərsiniz və kitabımızı da əldə edə bilərsiniz. Yaxında kursumuz da hazır olacaq. Oradan da inşallah faydalanarsınız. Hər birinizə bolca uğur və qazanc arzu edirəm. Qazanc yolunda olun dostlar. Qazanc yolunda olmağa davam eləyin. Kanala abunə olmağı, şərh bildirməyi və videonu bəyənməyi unutmayın. Sağ olun.